Böyle bu Sumqayıtdan bir məktəb direktoru mənə müraciət eləmişdi bir neçə il bundan qabaq. Doktor, mən iclas keçirirəm, yatıram. Nəqliyyatda yatıram. Hər yerdə yatıram. Mən niyə yatıram? Yuxun gəlir. Dedim, niyə yatıram? Mən onu aydınlaşdırdım. Qəbizliyini aradan qaldırdım. Qəbizlik götürülən kimi hər yerdə danışır ki, göz canı sağ olsun. Doktor məni... Deməli, ona yaradan qəbizlik. Hətta xroniki zəhərləyir səni, yorur səni. Qəbiz olan insanlarımız, uşaqda, böyükdə, kimdə qəbizlik varsa, o adamlar bilin ki, qanları zəhərlidir, qanı zəhərləyir. Təsəvvür eləyin, bax, biz sizə bir şey deyim, bundan elə bilin ki, bax, evdə, tutaq ki, bir qazanda yemək qalıb. Yadınızdan çıxıb harasa getmişsiniz, bir ikicə günə yemək qalıb o qazanda, ağzı bağlı. Lap bir günü açırsınız, nə qoxur o, içində kif, yəni nə baş verir orada? Hələ götürəndəki o qazanın içinə, nə bilim, biraz supat, biraz, nə bilim, dolmat, biraz qatıq-qat, mədəmiz elədə axı, görmürük. Qatığı yeyirik, dolmanı yeyirik, suyu içirik, qazlı içki içirik, çay içirik, şirniyyat yeyirik, meyvə yeyirik, belə çıxmasın, zibil vedrəsi deyirik qarnımız. O nə qədər saxlamaq olar qa? Və o da vaxtında hansısa o təbii proseslər baş vermirsə, qarnında yığıntı kimi qalır və o da sizin qanınızı zəhərləyir. Baxırsınız, dəriniz ləkə-ləkə, dəriniz belə qapqara, nə bilim, kürəyinizdə sızanaq, qolunuzda sızanaq, üzünüzdə prişiklər. Yəni, çox, bütün bağırsaq insanın ikinci beyni deməkdir də.